Verilişin baş sponsoru Sizin Mebel. Sponsorlar həkim stomatoloq Vasif Rəcov, Oxu Tədris Mərkəzi, Tiamet Tibb Kursları. Ay maşallah olsun, Vüsal Ramizoğlu'nun ifası ilə başladıq. Bizə baxanlar, kanal hesab baxanlar, vaxtınız xeyir olsun. Saatlarımız 17:00 göstərir və eşitməyə qalmasın. Verilişi bugün də evlərinizin qonağıdır. Efirimin dəyərli qonaqları var və inanıram ki, bizə baxanlar bugünkü efirimizdən böyük bir zövq alacaqlar. Gözəl elə bir ifa ilə başladıq. Klarnet ifaçısı Vüsal Ramizoğlu bizimlə bərabərdir. Xoş gördük. Buyurun, salamlayın. Çox sağ olun, minnətdarım. Mən də sizi salamlayıram. Sizin bütün tamaşaçılarını salamlayıram və bizim dəyərli xanımlarımızı var olasınız, minnətdaram. İlk dəfə sizin verilişinizdə oluram. İnşallah ki, qismət olar, yenə növbət dəfələrində görüşərik. Uğurlar arzu edirəm sizə, hər birimizə. Təşəkkür edirəm. Və digər qonaqlarımı təqdim etmək istərdim. Bizimlə bərabərdir pedaqoq, iş xanımı Sevinç Həbibi. Sevinç xanım, xoş gördük. Buyurun, siz də salamlayın. Təşəkkür edirəm. Mən də hər kəsi salamlayıram. Bizə baxan tamaşaçılarımızı və sizi çox sağ olun dəvətiniz üçün və çox şad olduq. İnşallah sizə suallarım var və digər qonağımız deməli biznes təlimçisi Gülnarə Hüseynova bizimlə bərabərdir. Gülnarə xanım, xoş gördük. Buyurun, siz də salamlayın.
Salamlayıram hər kəsi. Təşəkkürümü bildirmək istəyirəm sizlərə. Bugün məni bura dəvət etdiyiniz üçün. Əminəm ki, gözəl bir vaxt keçirəcəyik. İnşallah. Bizim də çatdırılası məlumatlarımız var. Təşəkkür edirəm. İnşallah. Vüsal bəy, sizinlə başlayaq. Nə yeniliklər var? İşləriniz necə gedir? Nə yeniliklər var? Tamaşaçılar haqqında məlumat alsınlar sizdən. Ümumiyyətlə, hər bir insan öz sahəsində həmişə çalışmalı, yeniliklərə imza atsın. Çünki əsas da biz ifaçılar, tamaşaçılar həmişə bizdən yeni nələrsə də hər verilişdə, belə deyək də, yeni ifalar gözləyirlər. Bəzi sənət dostlarımız var ki, 15 ildir, 20 ildir nə oxuyur, elə onu da hər dəfə efirdə oxuyur. Yəni o da biraz düz deyil. Elə bilirəm ki, var elə şəxslər. Tamaşaçıya, əlbəttə, tamaşaçıya qarşı biraz o da. Bilirsiniz nətər, hər dəfə tamaşaçı səni görəndə maraqla izləməlidir. Televizorun səsini qaldırmalıdır ki, görün bu nə danışır. Hər dəfə yeni geyim olur, yeni ifa olmalıdır. Əlbəttə, yəni belə şeylər var. Ona görə 30 ildir bu sənətdəyim də, indi ən azından bilirik, əlbəttə. 96-cı ildən, 1996-cı ildən bura. Yəni, mən belə düşünürəm və mənim ustadım atamdır, öpürəm onu da, bizi izləyir. Salamlayırım. Çox sağ olun. Yəni, hər bir sənətçi, müəllim, ümumiyyətlə, hansı peşədə olursansa, yenilikləri addım atmağı bacarmalısan, bilməlisən bunu. Çünki yenə deyirəm, fərqi yoxdur. İndi efir adamısansa tamaşaçılar, ya belə efirdə az-az görsənən insandır, fərqi yoxdur. O insanda, yəni, o qarşı tərəf insanlara, yəni öz istedadını, öz biliyini, öz nəyinisə də göstərməlidir də, yəni, təbii ki, yaxşı mənada. Yeniliklər var, yeni bir-iki dənə təzə mahnılar var, onlar yazdırıram inşallah, növbəti dəfələrdə də onu səsləndirəcəm Allahın köməkliyi ilə efirlərdə. Belə çalışırıq, daima irəli. İfaçıları bəlkə çox ola bilər, amma yüzdə olanlar barmaq sayı olanlardır. Niyə görə? Çətindir efirdə çıxmaq, nə bilim, sənət göstərmək, yoxsa niyə görə? Vallahi bilirsiniz necədir? Yəni, yığsan 10 barmaq olmur, yəni saysan ki... Əslində, ifaçılarımız çoxdur, yaxşı sənətkarlarımız var, dünyasını dəyişənlərə Allah rəhmət eləsin, elə onu deyirəm. Var, bilirsiniz, indi burada hər şey bir-birini tamamlamalıdır. Sən yaxşı ifaçı ola bilərsən, üzr istəyirəm, yaxşı insan olmaya bilərsən. Danışıq qabiliyyətin ola bilməz. Efirə uyğun giyimin belə ola bilməz. Hərdən bəzi sənətçilər var, indi nəsə yenə danışıram, özünüz mənə söz verirsiniz. Yəni, efirlə, üzr istəyirəm, restorana, çay evinə getdiyi geyimi efiri səhv salır hərdən. Hər yanın öz geyimi var, qardaşım. Hər yanın öz, belə deyim də, məsələn, sən bu boyda milyonlarla insan baxır bizə. 5 nəfər, 3 nəfər baxmır da, milyonlarla insan baxır. Yəni, o insanların qarşısında bir də görürsən, üzr istəyirəm, oturanda elə oturur. Siz deyirsiniz, tamaşaçı ona fikir verir ki, əlbəttə, bu ona danışsın. Hər şeyə fikir verir. Üzr istəyirəm, mənim evladımın 12-13 yaşı var, böyüklər bağışlasın. Uşaqlığıyla hər şeyi bilir, hər şeyə fikir verir. Elə tabi, bu burada belə olmalı. O da qala böyük insanlar. Yox, reallıqdır da bu. Üzr istəyirəm, çıxır efirə, elə oturur və olmaz. Hər şeyin öz qaydası var. Ona görə də, indi siz deyirsiniz ki, niyə belə də, bəzi ifaçılar var, görsənmir. Demək, nəyəsə də düz eləmirlər. Siz də aparıcısınız. Bir mən niyə dəvət eləmişsiniz bura? Deməli, siz görmüşsünüz. Sənətiniz var, işiniz var, bəli. Nasıl olan da qutardıq da. Yəni, bunların, o da hər insana qismət olmur ki, eyni məqamda hər bir, o dediyim o müsbət amillər onda cəmləşsin. Bilirsən, biri olur, üçü olmur dediyim şeylərin. 3 dənəsi olur, ikisi olmur. Yəni, burada tənbəllik də var, deyərdim ki, bəzən insanlar tənbəllik, o biraz əvvəl vurğuladı, insanlar 30 ildə eyni ifanı edirlər. İnsan var, yeni ifalar yazdırmır, almır. And olsun Allah, hər ay, ayda bir dəfə, ya 2 dəfə, müğənnilər oxuyanlar heç bu qədər repertuarı yoxdur. Mənə bir dənə toy apar, ucqar bir kəndə, har aparırsan apar. Bir dənə aparatura ver, bir də mənim planşetim var. Toy başına nə orada yola verim. Hər şey var onun içində. Yəni, nə demək istəyirəm? Bu sənətinizdə olan sevginizdir, hörmətinizdir, belə deyərdim. Sən bu sənətə yatırım eləməlisən. Yəni də, bu da deyirəm. Yəni, həvəsin olmalıdır, can yandırmalısan ki, məni də tamaşaçı görsün, bəyənsin, sevsin. Məni görəndə tamaşaçı kanalı dəyişməsin. Bu işlər var. Yəni, hər bir yeniliklə çıxmaq lazımdır. Yəni, belə çox deyil, danışsam gərək. İnşallah danışarıq, vaxtımız var. Şəriz xanım, sizinlə davam etmək istərdim. Bu məktəbə qədər təhsilin ilkin dövrlərdə uşağın inkişafına nə kimi köməyi deyil və dəstəyi var? Bəli, bildiyimiz kimi 0-6 yaş məktəbə qədər təhsil sahəsində, təhsil müddətində uşağın inkişafı üçün önəmli rol oynayır. Ona görə də bu təhsil sahəsinin təbii bildiyimiz kimi də yəni önəmi çox böyükdür. Yəni bunun düzgün seçilməsindən tutmuş, düzgün aparıcılarına qədər, düzgün təlim tərbiyəsinə qədər. Elə bilin ki, gözəl bir bina tikirik, bunun bünövrəsini düzgün, yaxşı qoymasaq, nə qədər bəzəsək də o binanın təməli yaxşı olmasa, o binanın yenə sonradan görünüşündə bir çatılar, bir əyriliklər, bir hansı funksiyaların pozulması əmələ gəlir.
gəlir. Ona görə də bu o qədər bəlkə kənardan asan görsənə bilər, amma o qədər çətin və məsuliyyətli işdir. Mənim üçün elədir, indi mən öz adımdan danışıram. Çətin və məsuliyyətli və güvən doğuracaq bir işdir. Yəni bu iş üçün təkcə belə deyək də peşə xarakteri olaraq yanaşmaq yox. Bu işdə sevgi lazımdır, bu işdə dürüstlük lazımdır, bu işdə həmin işi sevmək lazımdır, bu işdə bir Azərbaycan xanımı olmaq lazımdır. Uşağı öz övladın kimi baxmalısan. Bəli. Ən əsası o etik qaydaları, hər bir o pedaqoji fəaliyyətin özəlliyi var. Mən indi belə səmimi dildə dedim, yəni belə kitab dilində demədim, bəli. Bütün bu xarakteri xüsusiyyətlər hamısı toplanmalıdır. Yəni o qədər yüksək bura əmək qoyulmalıdır ki, 0-6 yaş uşaqların intellektual, sosial, fiziki, mənəvi, psixoloji, bütün hər tərəfli inkişafının təməlinin qoyulduğu yaş dövr. Sevinç xanım, elə bir valideynlər varmı ki, yanılır və uşaqları bu bağça yaşı deyirik, 2 yaşdan yuxarı. Harasa belə deyim də, həvalə edir və istədiyi nəticəni ala bilmir. Yanlış seçim etmiş olur. Bəli, bilirsiniz, bunun biraz çoxmənalı belə şaxəli xüsusiyyətləri var. Nəyə görə? Birinci ola bilər ki, evdə aparılan o təlim-tərbiyə bağçanın istiqaməti ilə üst-üstə düşməsin. Onun verdiyi tərbiyə bir cür olsun, bağçaya gəlir, həmin qaydaları sevmir. Ola bilər ki, biz o valideyni qane edə bilmirik. O valideynin gördüyünü biz onu yerinə yetirə bilmirik. O da necə görə bilər? Evdə yəni tamam fərqli, tamam belə deyək də şıltaq uşaqlarımız olur. Nə istədi eləsin, necə istədi hərəkət eləsin. Ay aman durdu ayağa, hamı durmalıdır ayağa onunla bərabər. Yəni bağça məktəbə qədər yaş dövrü nə üçündür? Qoyurlar ki, uşaqlar təlim-tərbiyə ocağına gəlib uşaqları o istiqamətdə sən təbii öz başına bunu da etmirik. Bizim təlim-tərbiyə proqramımız var, bizim inkişaf sahələrimiz var, bizim standartlarımız var. Ona uyğun proqram çərçivəsində gedir. Bəli. Nazirlər Kabinetinin bizə təqdim etdiyi bir proqram var. Onun o daxilində, o inkişaf sahələrinə, standartlara uyğun biz o işləri aparırıq. Təbii, hər valideynin də zövqünü oxşaya bilmərik. Ancaq ümumilikdə, belə deyim də, bir 99% bəli, qane edə bilirik. Nəyə görə? Çünki belə deyim, biraz yaxşı çıxsın, işin istiqamətini bilirik, işin peşəkarlığını bilirik. Təbii, kör-körənə açdım, hardansa bir 2-3 test kitabı aldım, gətirdim, gözəl təmir etdim, reklam etdim. Elə bağçalar varmı? Təbii, elə bir yerlər, bəli. Hər bir məkanın olduğu kimi o sahənin də bəli, elə bir yerlər var. Sevinç xanım, bəlkə bu bəzən təhsil müəssisələri də ola bilər, bağçalar da ola bilər. Gəlirli, sahəli olduğundan kimsə əlində maliyyəsi var, istəyir rəhbər olaraq belə bir bağça açsın və o necə olur bəs? Bəzən bax, valideynlər buna da aldanır da. Yəni görünüş, gözəl reklam, bəli. Ancaq keyfiyyətin sonunu biz uşaqlar məktəbə gedəndə biləcəyik. Yəni həmin an bilməyə bilərsən. Biz onun nəticəsini, mən nəticələri hardan bilirəm? Mənim məktəbə gedən uşaqlarımdan ki, hər dəfə yazırlar da, zəng də vururlar ki, çox sağ olun, biz bu təməlin möhkəmliyini biz onun məktəbdə gördük. Yəni yaşıdlarından fərqlidir. Məntiqi təfəkkürü tamam fərqlidir uşaqların. Sosial baxımından sosiallaşması fərqlidir, ünsiyyəti fərqlidir, davranışı fərqlidir. Yenə də deyirəm, 100% hamını razı, qane salmaq olmaz. Çünki hər evin bir tərbiyə üsulu var. Ola bilər bizimki ondan üst-üstə düşməsin. Üst-üstə düşərsə belə ola bilər valideyn özünün seçdiyi istiqaməti seçsin. Bağçanın təlim-tərbiyə istiqamətini istəməsin. O da əvvəllər daha çox, məsələn, deyirdilər, müəllimin dediyi qaydadır, qanundur. İndi isə deyirlər, uşaq necə istədi, müəllim də o cür hərəkət etməlidir. Çox təəssüf ki, belə oldu. Çox təəssüf ki, bağçaya dayə xidməti kimi baxanlar çoxdur. Bəli, o gözəl təmirli yerlərə gedənlər də olur. Yəqin ki, sonralar onun məktəbdə nəticələrini görürlər, o da çox gec olur. Bəli, gec olur. Günlər xanım, sizinlə davam edək. Bu şəbəkə marketinqi nədir və kimlər necə qoşula bilərlər bura? Bunun üstünlükləri nədir? Şəbəkə marketinqi mən demək istəyərdim ki, artıq gələcəyin bir biznesidir. Baxmayaraq ki, artıq 28 il Azərbaycanda fəaliyyət göstərir. Şəbəkə marketinqi biznesdir bu da. Bu da satışlar nəzərdə tutur. Sadəcə olaraq satışları birbaşa istehsalçıdan istehlakçıya təqdim edir və onu xüsusi şəbəkə ilə, insanlardan olan şəbəkə ilə və bu məhsul istehlakçıya çatanda artıq
hər bir kəs, həmin bu şəbəkədə olanlar da, onların da öz marağı olub, özləri ondan yararlanırlar. Və şəbəkə marketinqi, əgər fikir vermirsinizsə, bəlkə də heç yerdə reklam olunmur. Heç yerdə belə xüsusi reklamları yoxdur, böyük belə görsənlər. O nəyə görə olunur? Çünki hər bir şəbəkədə olan bizim halda kosmetik şirkətlərdə xüsusən olur deyə ona görə həmin bizim halda olduğu halda, yəni hər bir xanımın öz marağı vardı o reklam eləməyə məhsulu. Çünki o məhsulu təqdim edir, gözəlliyi təqdim edir və hətta əlavə bir qazanc da əldə edir. Bu işdə hər kəs işləyə bilər, yoxsa müəyyən şəxslərə görə nəzərdə tutulub? Bu işdə hər kəs, əsas istəyi olan hər kəs çalışa bilər. Və bizim elə şəbəkə marketinqinin, şəbəkə biznesinin ən böyük üstünlüyü odur ki, burada xüsusi savad tələb olunmur. Və misal üçün kimlərsə deyir ki, təəssüflər olsun ki, mən ali savadım yoxdur, heç bir problem yoxdur. Yəni burada xüsusi tələblər lazım deyil, xüsusi biliklər lazım deyil. İş qrafiki sərbəstdir, xanımlar istədiyi halda qoşula bilərlər, istədiyi halda, hətta mən sizə deyə bilərəm, gündə 2 saat buna vaxt sərf eləyə öz bizneslərini yarada bilib, pul da qazana bilərlər. İlkin səhvlər hansıları olur ki, qoşulurlar və o səhvləri edirlər, hətta işdən ayrılmaq istəyirlər Gülnara xanım. Yəni dözə bilmirlər də o müəyyən bir neçə ay işləməyə görə. Mən ümumiyyətlə təkcə bu şəbəkə marketinqə aid yox, ümumiyyətlə demək istəyirəm ki, hər bir kəs indi də xüsusən buna mən fikir verirəm ki, insanlar hər şeyi indi və bu saat əldə etmək istəyirlər. Dərhal əldə etmək istəyirlər, amma heç bir gəlir, heç bir təcrübə, ümumiyyətlə heç bir uğur bir anda qazanılmır. Hər üçünüz 30 ilə qədər vaxt sərf etmişsiniz. Bəli, 30 ilə qədər, yəni mən bu sahədə çalışıram və mən də çox şadam ki, bugün bizim burada həm söhbətlərimiz də elə eyni stajda olan insanlardılar. Amma mən onu demək istəyirəm ki, hər bir kəs də bunu təsdiqləyə bilər ki, əgər işin əsl peşəkarı və həqiqətən də uğurlu olmaq istəyirsənsə, illərvi verməlisən. Vaxt tələb edir. Əlbəttə, müəyyən qazanc əldə etmək üçün, onun üçün il lazım deyil. Bizim də biznesimiz, şəbəkə marketinqi elə onunla da fərqlənir ki, sən qısa bir zamanda, heç bir savadın olmadan, xüsusi biliklərin olmadan gəlib müəyyən qədər pul qazana bilərsən, arzularını həyata keçirə bilərsən. Hətta evdar xanımlar evdə ola-ola. Biz burada xüsusi tələb eləmirik ki, gəlsinlər, getsinlər. Onlayn işdir, indi elə bir zamanədə yaşayırıq ki, hər bir şeyi, hər bir yeri əhatə etmək olur. Yetər ki, istəklər olsun. Yetər ki, istək olsun və buna nail olasınız. Davam edəcək, dəyərli dostlar. Mənim təşəkkürlərim var verilişimizin sponsorlarına. Verilişimizin baş sponsoru olan Sizin Mebel mağazasına təşəkkürümü bildirirəm. Evinizdən çıxmadan kataloq göndərirlər, seçim edirsiniz. Mebeli qapıda təhvil verən zamanı ödənişləri sizdən alırlar. 350 manatdan başlayan masa dəstləri, 400 manatdan başlayan künc divan modelləri və 650 manatdan başlayan yataq dəstlərini onlayn sifariş verə bilərsiniz. Sifarişlər Bakı daxil Azərbaycanın istənilən rayonlarına çatdırılır. Ətraflı məlumat üçün 055 ilə 311 5350 nömrəsinə zəng vura bilərsiniz. Oxu Tədris Mərkəzinə təşəkkürümü bildirirəm. 18 illik təcrübəyə əsaslanaraq 5 ilə yaxındır ki, fəaliyyət göstərirlər. Tədris mərkəzində 2 yaşından başlayaraq uşaqlar təlim və tərbiyə alırlar. Mərkəzdə erkən yaş dövrü məktəbə qədər hazırlıq, ibtidai sinif hazırlıqları fəaliyyət göstərir. Mərkəz inklüziv təlimə əsaslanır və bu baxımdan siz mərkəzə müraciət etməklə psixoloq, psixopedaqoq xidmətləri, diqqət dağınıqlığı, psixi ləngimənin nitq ləngiməsi, autizm, Down sindromu və təlimi, çətin tərbiyə olan uşaqlara təlim və tədrisdən yararlana bilərsiniz. Ünvan Nizami rayonu Qaraqarav metrosu yaxınlığı Azər Manafov 37, Drob 39 ünvanına müraciət edə bilərsiniz. Sağlam dişlər və göz oxşayan gülüşə sahib olmaq istəyənlər həkim stomatoloq Vasif Rəcov və onun peşəkar komandasına müraciət edə bilərsiniz. Mərkəzə müraciət etməklə stomatologiya aid xidmətlər ilə yararlana bilərsiniz. Bunlardan terapevt stomatologiyası, ortopedik stomatologiya, ortodontik stomatologiya, dental implantasiya, yüksək səviyyədə estetik stomatologiya, zirkon qapaqlar və onun növləri, 3 və 5 də zirkonlar, həmçinin full emakslar, Hollywood gülüşü və implantasiya aid xidmətlər ilə peşəkar komanda sizin xidmətinizdədir. Siz də öz gülüşünüz ilə fərqlənmək istəyirsinizsə, Vasif Rəcov və onun peşəkar komandasına müraciət edə bilərsiniz. 099 ilə 884 63 84 nömrəsinə zəng vurub digər məlumatları əldə edə bilərsiniz. Digər sponsorlarımıza birazdan təşəkkürümü bildirəcəm. Qısa reklam aramız var. Ayrılıq ardından Vüsal bəyin ifadəsi ilə efirimiz qaldığı yerdən davam edir.
Ay maşallah olsun, ay maşallah olsun. Təşəkkürlər və yeni qoşulanlar varsa vaxtınız xeyir olsun. Vüsal bəy, bu klarnet sənəti olmasa özünüzü hansı peşədə görərdiniz? Ki bir biznesmen olaraq və yaxud nə bilim bir başqa bir sahə olaraq. Ev tikinti. Tikinti sahəsində. Bacararsa o sahəni. Əlbəttə. Bununla bərabər onu yürütmək olmaz, yoxsa ikili çətin olur? Arada bir olur. Arada. Nə dəxli var ki, yəni o. Deyil. Təbii ki, hər şeyi bu sənətlə eləmişəm, amma sən olur da bilirsən bir təmirsiz bir xırda mənzil düşür, götürüb nəsə təmir eləyib belə. Yəni o da boş zaman olanda, boş vaxt olanda, burada nə var ki? Yəni. Vüsal bəy klarnet ifaçılarından amat çəkməyə şərtlə kimlərin ifaları dinləyir və yaxud yol gedəndə maşında qulaq asa bilər və yaxud efirdə olanda kanal. Azərbaycanda çoxdur. Allah rəhmət eləsin. Zahid Sabirabadda mənim yaxın dostum olur. Təbii ki, mən ondan qidalanmışam, o yəni ifalarından. Ustadım atamdır. Elə o da. Sonra Hakim Abdullayev var, Allah can sağlığı versin, bizim böyük sənətkarımız. Çoxdur, Şəmsi var, mənim dostum, Hüseyndir, mənim həmkarım, belə də. İlkin var, Radim var, çoxdur, ifaçı dostlarımız çoxdur. Və hər birinin ifalarını dinləyir. Əlbəttə dinləyirəm. O, bizim ümumiyyətlə sənətçi, yaradıcı insan hamını dinləməlidir, pisi də, yaxşını da. O pis ifası deyirik də, məsələn. Elə bir dənə o bir rəqsdə, bir mahnıda elə bir xal eləyər ki, heç onun özü bilmədən onu eləyib, bəlkə də. Onu götürürsən özünə. Belə şeylər var da, yəni. O deməkdir ki, indi elə bəziləri var idi, elə özündən başqa heç kim bəyənmir. Yox, olmaz. Vüsal bəyin bu sənətdə dostları varmı, yoxsa dost yoxdur bu show biznes aləmində? Əlbəttə, var. Show biznesdə? Bəli, show biznesdə. Yoxsa barmaq saydı. 90%-indən salam sağ ol, belə məsləhətdir, hə. Deyim də 90%, 85%-ində. Amma bir 10-15% var ki, hə, bunlar yəni gecə 5-dəyik, səhər 5-dəyik, denən filan şey, yəni canla başında deməz niyə, nəyə görə, bir başqa sual ola bilməz. Var, elə mənim belə dostlarımız var. Vüsal bəy, və el şənliklərinə gedirsiniz də bildiyimə görə, gəldiniz oradan gələ. Bir komanda var, yoxsa şəxsi olaraq gedirsiniz ki, öz ansamblimdir. Mən illər öncə Allah rəhmət eləsin, Cavanşir Məmmədovla çalışmışam. Respublikamızın əməkdaşısı. Firuzə xanım Allah can sağlığı versin, Firuzə İbadova. Bərabər 7 il bir Cavanşir müəllimin kollektivində çalışmışam. Ondan sonra heç kimdən. Yəni düzdür, sənət olar, bəzi müğənnilər də dostlarımızdır, amma çünki elə bilirsiniz nətər, mən o Allah rəhmət eləsin, Cavanşir müəllimdən o qədər gözəl toy sistemi, sonra bu sənəti bu adam bilirdi də, yəni bu sənət üçün doğulmuşdu. Yəni çox dərəcə elə bil ondan sonra öz ansamblimi özüm qurdum, yaratdım. Başqa bir müğənnini. Amma hansısa bir müğənni təklif etsə indi getmirsiniz. Yox, elə toy sahibindən. Mən iş üzrə elə qurmuşam ki, belə deyim də, biraz sərbəst danışım ki, çox insanlar da anlasın da məni. İşi elə qurmuşam ki, yəni toy sahibisiz. Mənlə danışırsınız, dəvət edirsən ansamblimdən, ürəyin istəyir hansısa bir müğənnini, mənə deyirsən, deyirəm, gəlir. Yəni bu belə. Bir valideyn uşağın belə deyim, məktəbə qədər hazır olub olmadığını necə bilə bilər bağçaya göndərməmişdən? Bir valideyn, bəli, artıq onu izləyir. Məsələn, bizdə necədir? Hər ay müvafiq diaqnostik qiymətləndirmə aparılır və bunların nəticələri valideynə göndərilir. Həm çəkilişlə, həm yazılı şəkildə. İndi buradan da valideynlər dinləyirsə buna hamısı şahiddirlər, bəli. Və ilin sonunda artıq biz mayın axırında və yenidən hesabat xarakterli məşğələlər veririk və valideynlər bura dəvət olunur. Yəni bu hesabat xarakterlidir. Bunların da biz hazır olub olmadığını hardan bilirik? Biz də müvafiq liseylərlə əməkdaşlıq edirik və onların hal-hazırda uşaqlardan tələb etdikləri o məntiqi təfəkkürlərin, sual-cavablarını artıq biz bilirik ki, onlar nə istəyirlər və həm də ümumi proqramda olan, belə deyək də, mövzuları uşaqları valideyn özü də iştirak edir və bunlar diaqnostik qiymətləndirilmə ilə valideynlərə təqdim olunur və bəli, valideyn də oradan görür ki, artıq onun uşağı o liseylərə qəbul olmaq üçün cavab verir, yoxsa yox. Yəni artıq özü də uşağında gedən o inkişafı görür və təbii tərbiyəçi müəllim də o inkişaf barəsində hər ay valideynə məlumat verir. Sevinç xanım, bu evdə verilən tərbiyə ilə bağçada verilən tərbiyənin arasında nə fərqlər var? Çox fərq var. Uşağın davranışında, sosial inkişafında, məntiqi təfəkküründə, test çalışmalarının aparılmasında belə, kollektivdə özünü aparmasında, davranış qaydalarında, yəni 99% bütün fərqi var. Yəni evdəki təlim-tərbiyə almış uşaqla bağçada
bağçaya gələn uşağın arasında çox fərq var. Ən azı sosiallaşmasında. Tanışlardan eşitmişəm ki, vurğulayıb ki, uşağı bağçanın qapısından içəri aparanda uşaq özünü ağlayıb, yerə vurub ki, yəni istəmirəm. Bunu necə cəlb etmək olar bağçaya o uşaqlara? Çox nadir halda olur. Bu uşağın xarakteri xüsusiyyətindən də asılı ola bilər. Məsələn, mən birinci kursda ola bilər ağlamışam. ki, cəmiyyət içərisində çox çıxmayıb, yəni Bəli, ola bilər. Mən çünki anam çox qoruyub saxlayıb. Mən birinci kursda ağladım. Qız yanımda oturmuşdu, soruşdu, nə istəyirsən? Nə olub? Dedim, anamı istəyirəm. Mənə bir dənə belə qəribə baxdılar. Yəni o da bir travmadır uşaq üçün. Uşağı hamıdan, hər kəsdən qapalı şəkildə saxlayıb böyüdəsən, yəni belə də olmur. Bəli, uşaq sosiallaşmalıdır. İndi hansı dövrdür? İndi 5-6 yaşlı uşaqlar maşallah telefonu, planşeti, kompüteri özləri açıb 6 yaş, 3 yaşında uşaqlar yeməyi artıq telefonla yeyirlər. Ona görə də bağçanın məktəbə qədər, yaş dövrünün məktəbə qədər sayədə təlim, tərbiyə almasının çox böyük önəmi var, yəni. Gülnar xanım, bu şəbəkə biznesində, marketinqində ilk qazancı nə vaxt əldə etmək olur? Neçə müddətdən sonra? İlk qazanc elə həmin günü əldə etmək olur. Həmin günü? Bəli, əlbəttə. Müəyyən sxema görə. Həmin gündür, bəli. Elə bilirsiniz necədir? Şəbəkə marketinqi... İşə qoşuldum həmən. Şəbəkə təbii ki, elə belə göydən sizə o pullar gəlməyəcək. Onu qazanmaq lazımdır. Yəni birbaşa satışlar, elə satışları da nəzərdə tutur. Sadəcə olaraq mən onu demək istəyirəm ki, elə bax onun üstünlüyü də şəbəkə marketinqin odur ki, heç bir biliyin yoxdur, savadın yoxdur, istəyin vardı, qoşuldun. Bu gün qoşuldun, bu gün hər hansı bir məhsulları, məsəl üçün endirimlə əldə etdin və s. Və biz şərt o deyil ki, qapı-qapı tutub kiməsə gedib təklif eləyəsən və s. və ilaxırı. Artıq elə bir zamanədə yaşayırıq. Özü də bildiyimə görə gündəlik istifadə olunan məhsullardır, belə deyim. Hamısı gündəlik tələbat, yəni hər bir kəsin ona tələbatı vardır. Adətən, ümumiyyətlə, şəbəkə marketinqi deyəndə elə nəzərdə tutulur ki, şirkətlər məhz elə bir məhsullar eləyirlər. Niyə? Çünki həmin insanlar, şəbəkə marketinqə qoşulanlar, onlara geriyə dönüş olsun. Bu, həmin məhsullar tez deyəndə ki, yəni gündəlik istifadədə təbii ki, bitir və siz onu əvəz etməlisiniz. Elə bir məhsullar olmalıdır. Misal üçün, bəzən mənə sual verirlər ki, bizim tutalaq ki, televizorlarımız var, biz bu televizorları sata bilərik elə. Televizoru sata bilərsiniz, heç bir problem yoxdur, niyə də yox? Bütün dünyada praktika vardır, şəbəkə marketinqini satırlar, amma o bir dəfə alınır illərlə. Bəli, misal üçün bir nəfərin tutalaq 10 otağı oldu, onuna da bu televizoru quraşdırdı, sonra artıq geriyə dönüş yoxdur. Və ona görə də xüsusən də uğurlu şirkətlərin ən vacib olan məhsulları, əgər fikir vermişsinizsə, kosmetik vasitələrdir. Xanımların yüzlərlə hətta dodaq boyası ola bilər, ətirləri müxtəlif olur, saç şampunları olur, şampun olur ümumiyyətlə. Yəni hər gün gündəlik istifadə üçün nəzərdə tutulan məhsullar və son dəbdə indi artıq qida əlavələri də vardır. Yəni bilirsiniz ki, indi şükürlər olsun ki, mən fikir verirəm ki, təkcə xarici gözəlliyə yox, daxili gözəlliyə də artıq üst tuturuq. Yəni bizim üçün nümunədir. Hər bir kəs baxırıq televizorda da görürük, insanları daha çox sağlam qidaya üst tuturlar, daha çox sağlam olmaq istəyirlər. Ona görə vitaminlər və s. və ilaxır şirkətlər onu edirlər. Biz üst tutub demirik ki, xanımlarımız hamısı Instagramda oturub özlərini nümayiş etdirsinlər. Yəni buna onların nə vaxtı olacaq, nə də ehtiyacı. Sadəcə olaraq hər bir kəs, indi artıq biz bilirik ki, hamının bir sosial şəbəkədə bir akkauntu vardır. İstər istəməz. Elə oradan, misal üçün, özünü də yox. Bilirəm ki, nə qədər olmasa bizim belə bir ailələrimiz hələ də var ki, yox istəmirəm, mənim orada üzüm görsənməsin və s. Yəni məhsullarımız elə bir məhsuldur ki, qablaşdırılması da, ümumiyyətlə şəbəkə marketinqin məhsulları elə yaranır. Yəni özünü satsın. Yəni çox belə gözə çarpan, sadə və çox yüksək keyfiyyətli olmalıdır və münasib qiymətlə. Ən əsası münasib qiymətli olmalıdır. Aydındır. Gülnar xanım, dəyərli dostlar, davam edəcəyik. Mənim yenidən təşəkkürlərim var digər sponsorlarımızda TeamMed tibb kurslarına təşəkkürümü bildirirəm. TeamMed tibb kursları sizə aşağıdakı xidmətlərini təklif edir. Tibb bacısı, tibb qardaşı, əczaçılıq kursu, tibbi laborant kursu, diş texniki kursu, cərrahı asistent kursu, radioloji texniki kursu, həkimlər üçün ingilis dili və rus dili kursları, masaj kursu, fitoterapiya kursu, autizm üzrə mütəxəssis kursları, duyğusal inteqrasiya, loqopediya və dil ünsiyyət təlimləri, fizioterapiya və reabilitasiya kursları, tələbələrə peşə yönümlü rus dili, ingilis dili və kompüter dərsləri də öyrədilir və əlavə işlə təmin olunmada da TeamMed tibb kursları onlara yaxından dəstək olur. Ülviyə xanım başda olmaqla bütün komandanı salamlayıram. Yenidən qısa aramız var. Ayrılaq, ardından bərabərik.
Qısa aramız və bərabərlik yeni qoşulanlar varsa, vaxtınız xeyir olsun. Sevinç xanım, sizinlə davam etmək istərdim. Mən valideynəm. Valideynlər necə bilə bilər ki, doğrudan da bu uşaq bağçasında keyfiyyət var, zəmanət var, orada müəllimlər uşaqla gözəl rəftar edirlər və yaxud rəhbərlik, belə deyim də, hər şeyə diqqət yetirir. Onu necə bilmək olar? Mənim üçün çox dəyərli bir sualdır bu, çox önəm verdiyim bir sualdır. Valideynlər adətən bilmir, elə gözəl göründü, buraya gözəl bağçadır, aparırlar, yaxınlaşırlar və heç nəyə də baxmadan uşaqlarını oraya yerləşdirirlər. Birinci növbədə bağçanı idarə edən, bunun çox böyük əhəmiyyəti var. Rəhbərin həmin sahədə məktəbə qədər təhsillə əlaqəsi olub-olmadığını birinci soruşmaq. Bəli, çox önəmlidir ki, o özü o sahəni gözəl bilirmi və onun komandasının peşəkarlığı həmin rəhbərliyin peşəkarlığından asılıdır. Bəs işçini onlar necə götürürlər? Yəni kör təbii onda elə Gülnara xanım vurğuladı, bizdə təhsilə ehtiyac yoxdur. Sizdə var mı? Bəli, bizdə təhsilə ehtiyac var. İstənilən bağçalarda var, yoxsa müxtəlifdir? Bəli, indi hal-hazırda bütün bağçalarda tələb elədir, ancaq mən bilmirəm hər kəsin iş funksiyasını. Bəli, bizdə ancaq var, çünki lisenziyalı bağçalardır, həm də şəbəkədir, bayaq qeyd etdiyim kimi. Ona görə də bu birinci növbədə bəli, rəhbərin təhsilinin, iş peşəkarlığını soruşmaq lazımdır. Bundan sonra götürdüyü işçilər barəsində sual və bağçanın işlədiyi proqramla tanış olmaq lazımdır. Yəni, əgər bir bağçanın özünün, öz proqramı, öz dəsti xətti varsa, demək ki, içəridə gözəl işlər gedir. Yəni, bundan sonra artıq bəli, təcrübə kimi 2-3 gün uşaqlarını həmin bağçaya qoyurlar, özləri də nəzarət edirlər, yəni Allah şükür kameralar var, hər bir şey var, özləri də nəzarət edir və ən az 2 gündən sonra artıq özləri o gedişat prosesində özləri o nəticələri az da olsa əldə edirlər. Bir də yəqin gündəlik rastlaşmışıq hər birimiz ki, belə bir söz yazır ki, bağçalarda uşaqlara düzgün qidalar vermirlər, yeməkləri vaxtında vermirlər. Bu yəqin ki, belə deyək də, bir balaca sənədi olmayan bağçalara aiddir. Çünki lisenziyalı bağçalar hamısı nəzarətdədir. Bütün qidalar da, bütün təhsil sahəsi də, bütün təmizlik, gigiyena baxımından hər biri nəzarətdədir və bunun üçün də xüsusi yoxlamalar var. Yəni, mən inanmıram ki, sənədi olan hər bir bağça, hansısa bir bağça öz işinin, belə deyək də, bağçasının adını mənfi aparıb, hər hansı bir nüansdan istifadə edər. Yəni, mən rastlaşmamışam. Sevinç xanım, bahalı bağça seçmək o deməkdirmi ki, mən uşağımı keyfiyyətli yerə göndərirəm, yoxsa bağça qiyməti münasib ola bilər, amma keyfiyyət yüksək ola bilər? Bəli. Bahalı bağça seçmək, uşağımı gözəl keyfiyyətli yerə yer qoymuş, yerləşdirmişəm məqamına gəlmir. Ola bilər şərait baxımından, ola bilər hər hansı bir o içəridə aparılan təlim-tərbiyə prosesinin bir neçəsinin artıq olması baxımından, məkan baxımından, yəni bunlar ola bilər. Ancaq o demək deyil ki, orta məbləğdə olan hər hansı bağçanın keyfiyyəti aşağıdır. Xeyr, kontingentə də görə seçilir, bəli, binanın yerləşdiyi yerə görə də seçilir, amma elə... Deməli, qiymət o xərclərə görə nizamlanır. Bəli, xərclərə görə hesablanır. Vüsal bəy, elə bir efirlər varmı ki, özünüzü o efirlərdə görmürsünüz? Olur, çox olur. Məsələn, hansı tip verilişlərdir ki, özünüzü o efirlərdə görmürsünüz? Bax, veriliş başlamamışdan balaca danışdıq. Yəni, aidiyyəti olunan suallar olur, bir də görürsən. Yəni, sevmirəm də, mən xoşlamıram da. Yəni, şəxsi həyatı daxil olmaq xoşlamır. Şəxsiyyəti yox, indi məsələn, elə verilişlər var, gəlib bizim evdə də çəkiliş olub. Nə qədər demişəm, yox, axırda deyiblər ki, bəs bir dənə. Bir dəfə daha birini deyim, biraz eynimiz asılsın. Verilişdi, kanalların bir də dostlarımız hamısı. Dedi, bəs evdə çəkiliş. Nəsə dedim, yox, inad elədim. Dedi, xahiş edirəm, nə olar. Narahat olma, bir dənə zalda görünüş olacaqdı. Qardaş. Əsas evə daxil olana qədər. Zalda dedim, yaxşı, problem yoxdur. Ev hamının üzünə açıqdır. Təbii ki, biz qonaqpərvər millətik. O öz yerində. Daha indi elə şeylər var ki, sən elə bir şey bloka satana yaxın dedi, bəs kuxunada da imkan uca keçir kuxunuya. Kuxunada elə bir dənə orada çay, sən şey var da, çay süzməlisən, oradan belə. Dedim, da fişi hada, bununla da bitdi, bu 2 dənə bu şey. Evə gəldi, çəkilişib başlayana yaxındı, dedi, bir dənə imkan varmı, qardirobu da sax bir paltarları. Dedim, and olsun Allah, mən sizi çox istəyirəm, özümü səndən də çox istəyirəm. Olmadı da bu, sən mənim üzr istəyirəm də, indi orada sənin nə işin qalıb? Nə bilim, valla, məsəl üçün, yığanda mən indi bir neçə kanallar var ki, dəvət edirlər də, indi hamısı dostlarımız, sağ olsun. Əvvəllər soruşmurdum, indi soruşuram. Qonaqlar. Bəs, çünki bilsən, düzdür, mən heç kimdən... Kimin efirdə oturmaq istəmirsin, məsələn? Elə bir insanam ki, valla, mən hamı ilə yola gedən adamım, mənim elə bir
Düzdür, qıraqdan başqa cür görüntü ola bilər, amma mən sadəcə olaraq baxırsan ki, bayaq dedim, o çıxırıq verilişə, bilirsən, elə formada oturur, elə əyləşir, elə bir söz işlədir orada. Cavab Sonra verəsən, mənim dostlarım, mənim ətrafım məni yığır ki, sənə qurban olum, sən bizim qardaşımızsan. O nəyi deyil o. Deyə bilmirəm ki, qardaş, bu mənlik olan bir şey deyil də, nəysə, yəni belə şeylər olur. İndi ona görə axır vaxtlar soruşuram. Deyirəm, bax, çox sağ ol, dəvət edirsən, sağ ol, Allah köməyin olsun. Kimdir orada, kimlər var? Deyir, budur, deyirəm, hə, okey. Axır vaxtlar ümumi olaraq nəzarətdə özünüz bilirsiniz ki. Əla, bax, belə də davam olsun. Bayaq da danışdıq da biz öz aramızda, yəni belə çox gözəldir, bax, bugünkü gün, gör nə gözəldir. Gör nə qəşəng söhbətlər gedir. Bəli, həm də maariflənir. And olsun Allah, bax, arxain evdə balaca uşaq olanda da açıb baxa bilirsən bu verilişə. 70 yaşında adam baxır, 50 yaşında, 80 yaşında. Gözəl söhbətlər gedir burada. Musiqidən, ifadan, hə, bax, maarifləndirici. Ona görə, bəli, özümə bəzi qadağaları qoymuşam, efir qadağalarını. Mənə qoymuşlar, mən özüm qoymuşam. Lider olmaq üçün nə etmək lazımdır? Lider olmaq üçün ümumiyyətlə həyatda, yoxsa bizim Ümumi həyatda. Çünki bəzi insanların müəyyən bir yaş dönəmi keçir, 35-40-ı və fikirləşir, uğur qazana bilmərəm mən də, artıq yaşım gedir də, belə deyim. O, əslində, liderlik yaşa baxmır, hər hansı bir halda, istədiyi halda o, düzdür, anadan gəlmə liderlər də olur, amma lider olaraq o xüsusiyyətləri özündə inkişaf etdirə bilərsən. Sualı belə ünvanlayım, yekunlaşırıq onsuz da bir neçə dəqiqə vaxtımız qalıb. Uğur qazanmağın yaşı varmı, yoxsa? Yox, yoxdur. Hansı yaşda olursa olun, əsas istək və həyata olan yanaşma olmalıdır. Və lider olmaq üçün siz soruşdunuz, birinci insan özünü inkişaf elətdirməlidir. O yaşa baxmır, hansı, neçə yaşda olursansa ol. İnsan nə edirsə də özünü inkişaf elətdirməlidir. Bəzən vurğuluyurlar ki, filankəsin yaxını, qohumu var, ona dəstək oldu, uğur qazandı, nə bilim, qabağa getdi. Bu düzgün yanaşmadır. Bilirsiniz necə, nə vaxtda kimin, əgər bu insanın istedadı yoxdursa, məsəl üçün, onu necə etmək olar? Hər işin peşəsi var. Burada 3 nəfər insanın hərənin də öz peşəsi vardır. Mən, məsəl üçün, Sevinç xanımın işi ilə heç vaxt məşğul ola bilmərəm, çünki özünüz də vurğuladınız ki, misal üçün, xanımları götürəndə, indi baxma, mən mali savadım var, amma söhbət ondan getmir. Mən uşaqlarla hövsələ lazımdır, səbir lazımdır, uşaqlara xüsusi yanaşma lazımdır, mən onu edə bilmərəm. Yəni, mənim öz sahəm vardır və yaxud da digəri də. Ona görə də mən düşünürəm ki, İlk növbədə, əgər soruşursunuz ki, lider olmaq üçün, uğurlu, belə deyək, insan olmaq üçün, insan gərək daim özünü inkişaf elətdirsin. Və mən bir şey deyə bilərəm ki, mənim öz nəzəriyyəm var, kiçicik onu deyəcəm. Bizim başımıza gələnlər hər şey bilməməzlikdən gəlir. İnsan öyrənmir, oxumur, bilmir, demir, hər sahədə o vardır, hər sahədə. Kimsə kimisə tənqid edir və nəticə edir, amma heç bilmir. Ümumiyyətlə, o heç bilmir ki, o nə ilə məşğul, onun hansı orada problemləri ola bilər, hansı məsələlərlə həmin insan üzləşib, ona görə bu qərarı verib və s. Ona görə inkişaf elətdirmək, dünya görüşünüzü artırmaq ən gözəl xüsusiyyətdir və uğurlu olmaq üçün ən vacib xüsusiyyətdir. Mən hər birinizə təşəkkürümü bildirirəm. Sağ olun ki, vaxtınızı ayırdınız. Bu bir saatımız hardan gəldi, getdi, mən bilmədim. Qısa Sevinç xanım, fikirləriniz varmı son olaraq? Allah və sonda Vüsal bəyin ifasıyla yekunlaşırıq. Çox sağ olun, dəvət etdiniz, öz fikirlərimizi bölüşdük. Nə xoş bizə ki, bu sahədəyik və fəxr edirəm ki, bir Azərbaycan xanımı olaraq gələcəyin, belə deyək də, babəklərini, Koroğullarını, mübarizlərini yetişdiririk və istədiyim o proqram çərçivəsində istədiyim şəkildə onu tərbiyəçi müəllimlərə çatdırıram. Onlar da onu, belə deyək də, uşaqların təlim-tərbiyə edə bilir. Çox sağ olun. Vüsal bəy, fikirləriniz varmı? Minnətdaram, çox sağ olun. Gözəl veriliş oldu. Şəxsən mən də zövq aldım, xoş oldu. Həqiqətən ləzzət elədi özümə də. Sizə təşəkkür edirəm. Həmişə ünvanınızdan musiqi səsi gəlsin. Amin. Gözəl avazlar, gözəlliklər arzu edirəm sizin hər birinizə, bax elə burada əyləşənlərə və bizi izləyənlərə. Allah Taala bizim xalqımıza həmişə xoş günlər qismət eləsin. Amin. Bizim xalqımız gözəl xalqdır, gözəl millətik. Həqiqətən də bir-birimizə dəyər verməyi bacaran millətik. Gülnar xanım, fikirləriniz varmı? Sizdən alım son fikirlərinizi. Fikirlərim odur ki, həqiqətən də çox gözəl veriliş oldu və mən çox şadam tanışdığıma sizlərlə. Çünki istedadlı, işini bilən insanlarla etmək, mən də özümü düşünürəm ki, mən də bugün bir maarifləndim, bu qədər yeni məlumat öyrəndim. Nə xoş, sizə də təşəkkürümü bildirirəm təbii ki, çox sağ olun. Və ən böyük təşəkkürlər bizi izləyənlər sizə düşür ki, dəyərli vaxtınızı ayırdınız və bizi izlədiniz. Sizinlə sağollaşıram. Gələn həftəyə qədər inşallah görüşmək ümidi ilə Allah amanında. Sonda Vüsal bəyin ifası ilə efirimiz yekunlaşır. Buyurun, səhnəsində.